Salam dəyərli futbol sevərlər, dəyərli Qarabağ sevərlər, ekrana yaxın oturun. Qarabağ komandasının transfer etmək istədiyi 2 və Qarabağdan ayrılacaq 3 futbolçunun adına aydınlıq gəlib. Bu vacib legioner futbolçular ki var, Qarabağdan ayrılacaqlar. Bir qədər sonra bu barədə məlumat verəcək və Qarabağın transfer etmək istədiyi olduqca möhtəşəm futbolçulardan sizə xəbər verəcək. Sona qədər izləməyi tövsiyə edirəm. Videonu bəyənin, şərhlər bölümündə fikirlərinizi yazın. Mən isə məlumatlara keçid alım. Dəyərli dostlar, ilk öncə sizin nəzərinizə çatdırım ki, Qarabağ komandası Azərbaycan çempionu olaraq Çempionlar Liqasında bizi təmsil edəcək və bu il daha böyük hədəflər qarşısına qoyub və komandanı hal-hazırda heyətdə olan futbolçuları saxlamaq və komandanı daha da gücləndirmək hədəfləyir Qarabağ komandası. Bir neçə futbolçunun adı Qarabağla alınır. Justin Lokilo, Aleksey Kaşukun Qarabağa keçidi olduqca yaxındır. Eyni zamanda Kadi Borges'in Qarabağa icarə əsasına gəlmək məsələsi də hələ də gündəmdədir dəyərli dostlar. Və burada düyünə düşən məsələ var. Nədir məsələ? Kadi Borges yüksək maaş tələb edir. Eyni zamanda Krasnodar komandası da bu icarədən belə deyək, vəsait qazanmaq istəyir. Qarabağ komandası isə tələb olunan həmin məbləğləri qarşılamaq fikrində deyil. Buna görə Kadi Borges'in Qarabağa keçidi, icarə əsasına keçidi yubanır dəyərli dostlar. Digər transferlərlə bağlı, transfer məsələlərlə bağlı isə gəlin video sujetləri izləyək. Qarabağ komandasının yaxın 5 ildəki proqramı bəllidir. Proqrama əsasən komanda gəncləşdirilməli və artıq Avropa Liqası və Konferans Liqasında deyil, Çempionlar Liqasında uğurlu çıxış etməlidir. Bunun üçün isə gənc futbolçuların transferi nəzərdə tutulur. Aldığımız məlumata görə Qarabağ futbol komandasının transfer gündəliyindəki əsas prioritet məsələ məhz Aleksey Kaşukun transfer olunmasıdır. Qarabağ Aleksey Kaşukla hələ o Sabah komandasında icarə əsasında çıxış edərkən danışıqlara başlayıb. Aleksey Kaşuk hal-hazırda Ukraynanın Şaxtyor komandasına məxsus futbolçudur. Amma Qarabağla razılıq əldə etdiyi üçün Şaxtyorun israrına baxmayaraq müqavilə müddətini artırmaqdan imtina edir. Hal-hazırda transfer dəyəri 2,5 milyon avro olan Aleksey Kaşuk Qarabağa tam pulsuz başa gələcək. Yəni Qarabağ komandası heç bir təzminat ödəmədən futbolçunu öz düşərgəsinə qatmağı bacaracaq. Avropanın bir sıra hegemon klublarının da hədəfində olan Aleksey Kaşuk Qarabağdan kifayət qədər yüksək maaş tələb edir. İllik 600 min avro. Hal-hazırda danışıqlar davam etdirilir. Son anda hər hansı bir problem olmazsa Aleksey Kaşuk iyul ayının əvvəlində Qarabağın düşərgəsinə qoşulacaq. Siz nə düşünürsünüz? 23 yaşlı sağ cinah vingeri Aleksey Kaşuk Qarabağ üçün nə qədər faydalı ola bilər? Fikirlərinizi şərhlər bölümündə yazın. Qarabağın transfer gündəliyində olan digər əsas futbolçu isə Jason Lokilodur. Hal-hazırda Acun İlacalının komandası Hull City'yə məxsus olan futbolçu icarə əsasında Portuqaliyanın Viziola komandasında çıxış edir. Jason Lokilonun müqavilə müddəti iyun ayının 30-da başa çatır və bu futbolçu da Qarabağa azad agent statusu ilə gələ bilər. Qurban Qurbanov 25 yaşlı futbolçunu hələ ötən ildən Qarabağda görmək istəyir. Ötən il bu futbolçu Qarabağa keçməyə yaxın olsa da son anda Hull City komandası futbolçunun saqqızını uğurlamağı bacarmışdı. Kongo əsilli Belçikalı 25 yaşlı futbolçu sizcə Qarabağa fayda verə bilərmi? Fikirlərinizi şərhlər bölümündə yazın. Qarabağın Braziliyalı futbolçu Julio Ramo klubdan ayrılmağa yaxındır. 26 yaşlı oyunçu Ferencvaros komandasının əsas transfer hədəfindədir. Macarıstan mətbuatının verdiyi məlumata görə artıq Ferencvaros komandası ilə Julio Ramo arasında ilkin danışıqlar baş tutub və futbolçunu razı salıblar. Eyni zamanda Qarabağ komandasına rəsmi təklif göndərilib. Məqalədə transferin baş tutması üçün mövsümün sonunu gözləməyin lazım olduğu bildirilib. Həmçinin orada qeyd olunub ki, Ferencvaros komandası hətta qış transfer pəncərəsində Julio Ramo'nu heyətinə qatmaqda israrlı olub. Lakin həmin vaxt ata olmağa hazırlaşan Julio Ramo Qarabağda qalmağı üstün tutub. Qarabağ komandası da həmin vaxtı Julio Ramo'nu komandada saxlamaqda maraqlı olub. Daha sonra isə Qarabağ komandası daha bir dayaq yarım müdafiəçi, yəni Aleksey İsayevi transfer edib və bununla da Julio Ramo'nun Qarabağdan ayrılması üçün
yol açılıb. Mövsüm bitdikdən sonra Qarabağ komandası Julio Ramo ilə yolları ayıracaq. Macarıstan mətbuatının verdiyi məlumata görə Ferencvaroş komandası Qarabağa bu transferə görə 2 milyon təzminat ödəyəcək. Əlavə olaraq onda qeyd edim ki, Macarıstan təmsilçisi daha öncə Qarabağın digər futbolçusu Ovusu Kvabenanı da öz düşərgəsinə qatmağı bacarmışdı. Bir zamanlar transfer dəyəri 9 milyon avro dəyərində göstərilən Monakoya dünya şöhrətli futbolçu Mbappe'nin əvəzedicisi kimi transfer olunan Adama Diakabi indi Qarabağ komandasına lazım deyil. Mövsüm başa çatar-çatmaz Qarabağ komandasından ayrılacağı dəqiqləşən 3 legioner futbolçudan biri məhz Adama Diakabidir. Qeyd edim ki, Adama Diakabinin Qarabağla müqavilə müddəti 2025-ci ilin iyun ayına qədərdir. Buna baxmayaraq Qarabağ komandası yanvar ayından etibarən Adama Diakabinin xidmətinə maraqlı deyil və futbolçuya özünə klub tapmasını tapşırıb. Aldığımız məlumata görə Fransa 2-ci liqasından olan komandalar bu futbolçunun xidmətində maraqlıdır. Və beləliklə Adama Diakabi Qarabağdan Fransa komandalarından birinə keçməyə yaxındır. Əslində Adama Diakabinin bu ilki göstəriciləri o qədər də pis deyil. Qarabağın düşərgəsində 15 oyuna meydana çıxıb. Onu da qeyd edim ki, bu oyunlarda adətən əsas heyətdə deyil, sonradan bir neçə dəqiqə yaşıl meydana çıxmaq şansı əldə edib. 15 oyun ərzində 5 dəfə fərqlənməyi bacarıb, 2 dəfə qol ötürməsi ilə yadda qalıb. Hündür boy və sürətli çıxışları ilə ön plana çıxan futbolçu görünür Qarabağın taktikasına uyğun gəlmir. Zəlzələdən ya vəlvələdən əsas odur ki, Qarabağ komandası artıq Adama Diakabinin xidmətində maraqlı deyil. Aldığımız məlumata görə Adama Diakabi məsuliyyətsiz olduğuna görə məhz Qurban Qurbanovun qara siyahısına düşüb. Siz nə düşünürsünüz? Adama Diakabinin gedişi Qarabağa zərərlidir yoxsa xeyirlidir? Bu barədə fikirlərinizi şərhlər bölümündə mütləq yazın. Siz nə gözləyirsiniz? Adama Diakabi əgər Qarabağda qalsa fayda verə bilərmi? Yoxsa Qarabağdan getməlidir? Qarabağın Braziliyalı mərkəz hücumçusu Oliver Juninho'nun elçiləri çoxalır və yaxın günlərdə onun Qarabağdan ayrılacağı şübhə doğulmur. 18 qolla Premyer Liqanın bombardilər siyahısına başçılıq edən Juninho'ya daha bir müştəri çıxıb. Türkiyədən Beşiktaşın, Səudiyyə Ərəbistandan bir neçə klubun maraq göstərdiyi Braziliyalı hücumçuya indi də Krasnodar klubu elçi düşüb. Ötən ilin yanvarında Kadi Borgesi 5 milyon avro təzminat qarşılığında Qarabağdan transfer edən Rusiya təmsilçisi indi də Braziliyalı forvardın ləpirində gəzir. 2 ilə yaxın müddətdə Azərbaycanda Sabahı çalışdırmış Murad Musayevin indiki rəhbərlik etdiyi Krasnodar Cənubi Amerikalı legionerin menecerləri ilə təmasa keçib. Tərəflər mümkün əməliyyatın bəzi detalları ətrafında danışıqlar aparıb. Güman ki, növbəti mərhələdə Qarabağa rəsmi təklif göndəriləcək. Juninho'nun Qarabağdan ayrılması ilə bağlı yayılan xəbərlərə Qarabağ tərəfi də reaksiya verib. Qeyd edim ki, Qarabağ tərəfi xəbərləri təkzib etmir. Eyni zamanda bildirilib ki, əgər komandadan hər hansı rəsmi ayrılıq baş tutarsa, o zaman ictimaiyyətə xəbər veriləcək. Sonda onu da qeyd edim ki, Qarabağ komandası Juninho'nu transfer etmək istəyən komandaların ən azı 6 milyon avrodan keçməli olduğunu bildirmişdi. Siz nə düşünürsünüz? Qarabağ komandası Juninho'nu 6 milyon avroya sata bilərmi? Kadi Borgesi 5 milyona sata bilən Qarabağı məncə Juninho'nu da 6 milyona sata bilər. Bu arada Kadi Borges'in Qarabağa qayıtmaq xəbəri gündəmdə deyil hal-hazırda. Çünki Kadi Borges yüksək maaş tələb edir. Qarabağ isə daha aşağı maaşa Kadi Borges'i razı salmağa çalışır. Bu barədə də ayrıca bir video gələcək dəyərli dostlar. Kanala abunə olun, bildirişləri açıq tutun. Videonu bəyənməyi və şərhlər bölümündə fikirlərinizi yazmağı unutmayın. Dostlarınızla videonu və kanalımızı mütləq paylaşın. Növbəti videoda görüşmək ümidi ilə sizlərlə sağollaşdıq. Hələlik.